çıxın. Yaxşı edirəm çıxıram. Sizin patronunuzun nə olaydı? Ben soruşmuşam, niye işten çıkıb ayla? Niye kaçtırın? Baxın, niye baxın, bilirsiniz burada? Ben qastik arazide filmsəydim. Ben montaj beklerdim. Prokuraturalara getməkdən məni yox olmaqdan Hoşunuza gəlir değil, sizə önü canlı müəllimlər uşaqlar Benimle danışma, bildin? Benimle danışma. Kim hangi sınavlara şey vermiş, önü canlı uşaqlar vermişdi. Yıkır çalan. Меня министр сюда послал. Beni bura nazir gönderib və deyib ki, Gülnara xanım, gedin baxın və mənə atlaşdırmış bir ərizə yazın, görüm orada nə baş verir. Nə bilir bu kürsümdür, nə toxdur, nə zibildir. Bu uşaqdır da, mən istəyəm uşaqdır. Nə bilir bu kürsümdür, nə toxdur, nə zibildir. Bu uşaqdır da, mən istəyəm uşaqdır. Ağzımı yumçaladı. Türkçe'yle ağzımı yumçaladı. Ben önemliyse, yani şimdi mesela bakalım diyeceğim. Hiçbir halı siz mahallede sana yanlar. Ben özüm bilerim. Deniz belli olursa. Ben özüm bilerim. Başa düştün? Ben özüm bilerim. Ben özüm bilerim. Özüm bilerim değilim. Başa düştün? Yaxşı edirəm çıxıram. Sizin patronunuzun nə olaydı? Və dövlət məmurlarının davranış normaları ilə bağlı mən dəfələrlə fikirlərimi bildirmişəm. Bir də demək istəyirəm və hər bir dövlət məmurunu işə təyin edəndə qoyduğum tapşırıqlar arasında bu da var ki, təvəzzükarlıq, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq, özünü xalqdan yuxarı tutmamaq, təkəbbürlü davranmamaq, məmur özü onun ailə üzvləri. Ancaq buna baxmayaraq bəzən hələ də ki biz görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və onların ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Heç kimin Azərbaycanda heç bir imtiyazı yoxdur və mən demişəm ki, o dövlət məmuru ki, öz ailə üzvlərini idarə edə bilmir, vəzifədən çıxarılacaq. Belə də oldu. Xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar Azərbaycanda cəzalandırılır, cəzalandırılmalıdır. Və heç bir güzəşt heç kimə verilmir və son mənim qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.